Ermənilərin suyuna zəhər qatdığı, son əsərini xəstəxana divarına yazan, 23 yaşında ölən Azərbaycanlı musiqiçi Asəf Zeynallı. 1909-cu il 5 apreldə Dərbənddə doğulan Asəf əvvəlcə Bakı Musiqi Texnikumunda, sonra isə Üzeyir Hacıbəylinin sinfində təhsil alır. Qısa ömrünə baxmayaraq milli romans, piano və simfonik musiqimizin bünövrəsini qoyur. Onun uşaq suitası ilə Azərbaycan musiqi tarixində ilk uşaq musiqi repertuarı yaradılır. Tofiq Quliyev və Qara Qarayev kimi böyük bəstəkarlar da onun tələbələri olublar. Deyilənə görə Asəf Zeynallının ölümündə də erməni əli olub. 1932-ci ildə Qarabağa ezam olunan Asəfə orada bir stəkan su verirlər. Bu suyu içəndən sonra halı dəyişir və ağır xəstələnir. Müalicə üçün Bakıya qayıtdıqdan sonra xəstəxanada son simfoniyasını otağın divarına yazır. Qardaşından onu kağıza köçürməyi xahiş edir. Amma bu son arzusunu həyata keçirmək mümkün olmur. 27 oktyabr 1932-ci ildə yaradıcılığının ən məhsuldar çağında dünyasını dəyişir. Asəf Zeynallı ömrü yarımçıq qalsa da milli musiqimizin əbədi yaddaşına çevrilir.